Belə bir gözəl bağı olan digər yerdə istirahət axtarmaz. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Sizləri Bilgəhdən məşhur kardioloji sanatoriyanın qarşısında yerləşən elit bir küçədən salamlayıram. Bu günləri gəlmişik belə bir gözəl, çox fərqli inşası olan belə bir gözəl modern bağ evinin çəkilişinə. Şəxsi istifadə üçün inşa edilmiş bu gözəl bağ evinin ətraflı sizə videosunu təqdim edəcəm və bugün sizə bildirmək istəyirəm ki, siz hal-hazırda burada torpaq alsanız, bu gözəl küçədə bu evi inşa etsəniz sizə çox baha başa gələcək. Beləliklə, çəkilişimizə başlayırıq. İlk öncə bu gözəl ağacları sizə göstərmək istəyirəm ki, Yapon ağaclarıdır. Çox fərqli, xüsusi görünüşü var. Və həyət haqqında sizə məlumat vermək istəyirəm ki, gördüyünüz bu gözəl villamız 25 sot torpaq sahəsinin üzərində inşa edilib, privat parkinqi var və burada nə yaxşıdır ki, bu ev 1000 kvadrata yaxın olmağına baxmayaraq evin daxilində 10 otağı var, 12 sanuculu var və mənim burada çox xoşuma gələn detallar var, onları sizə indi göstərəcəm. İlk öncə istəyirəm ki, həyətimizi göstərim, baxın görün necə gözəl belə şezlonqlarımız var, istirahət zonamızdır. Və əlbəttə ki, mən hər zaman deyirəm, bağ evlərini gözəlləşdirən, hətta özəlləşdirən yay və qış mətbəxidir. Burada isə sahibi çox geniş, belə bir ziyafətlər üçün, xüsusi günləri keçirmək üçün, ümumiyyətlə günümüzü keçirmək üçün çox əla bir məkandır. Baxın, görün, belə bir geniş, camlı yay və qış mətbəximiz var. Belə bir böyük bir masa da var, TV zonamızdır. Bura bardır, bu bar oturacaqlarını sevən yoldaşlar var, hətta mətbəxlərdə də edirlər. Baxın, burada da tam avadanlıqlı. Vaxtınızı almadan istəyirəm sizə evin yaşıl zonasını göstərim. Bakı kimi vurğuladığım kimi bu bağ evində çox gözəl relaks köşələr var və bu sahə də mənim çox xoşuma gəldi və bayaqki bəhs etdiyim Yapon ağaclarıdır. Yaşıllığı mən sevirəm, əlbəttə ki, bağ sevənlər də bu yaşıllıqdan feyziyab olur. Gördüyünüz bu gözəl bağ evinin, baxın görün necə gözəl bir görüntüsü var. Bizim bu layihəmiz 10 otaqlıdır, evə məxsus, villaya məxsus 12 sanitar qovşağı var. Tam beton monolitdəndir, çox keyfiyyətli materiallardan istifadə olunub. Fasadımız tam olaraq gətirilmə keramogranitlərdir. Və burada nə yaxşıdır ki, təsəvvür edin ki, bəlkə deyərdim 2 geniş ailənin rahatçılığı var. Evin daxilində spa zonası var. Mən hətta master yataq otağında olarkən baxdım, gördüm ki, özünə məxsus olan jacuzzi, bir sözlə keyfiyyəti sevən insanlar üçün çox əla bir təklifdir. Mən sizə bu bağ evi haqqında ətraflı bir video təqdim edəcəm. İndi biraz evin qarşısından da sizə məlumatlar vermək istəyirəm. İnanın səmimiyyətimə, bu yaşıllıqları etmək üçün illər lazımdır və nəzərinizə çatdırıram ki, bu ərazidə torpağın qiyməti çox yüksək dəyərləndirilir. Eyvanlardan birbaşa olaraq Bilgəh otel görsənir, əvvəlki Cümeyra. Evimizin ətrafında da bir çox relaks köşələrimiz var və burada da belə bir masa qoyub qəhvaltı etmək olar birbaşa olaraq. Mətbəxdən, eləcə də zaldan keçid var. Zalımızın da gözəlliyi videoda görürsünüz. Burada hətta təbii kaminimiz də var zalda. Ətraflı bir video sizə təqdim edirəm. Baxın, bəyənin, hətta fikirlərinizi bildirin. Bizim web saytımızda ətraflı məlumatlar qeyd olunur və buradakı bu gözəllik, yaşıllıq, hətta burada süni güllərlə təbii gülləri qarışdırıblar. Və nəzərinizə çatdırıram ki, evimizin ümumi kondisioner sistemi var. Əlavə olaraq generatorumuz var. Bura isə bizdə parkovka zonasıdır, yəni privat parkovka zonasıdır. Əlavə olaraq küçəsində də rahatçılığına avtomobillərinizi saxlaya bilərsiniz. Bizim parkinqimizdən əlavə olaraq gözəl bir qarajımız da var. İndi isə, dəyərli izləyicilər, mən ev haqqında sizə bir ətraflı bir video təqdim edəcəm. Fikirlərinizi bildirin. Maraqlanan yoldaşlar bizimlə əlaqə saxlasın. Mən burada QR kod da yerləşdirirəm ki, birbaşa skan edin, baxın. Mənim tövsiyəm odur ki, bu gözəlliyə gəlib canlı baxasınız. Çünki belə bir villalara qiymət verən insanlar bu gözəlliyi canlı görməlidir. Videoya baxın, rəylərinizi bildirin və bizimlə əlaqə saxlayın. Bağımaz sizin etibarlı seçiminiz.